Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bugün valideynləri ən çox narahat edən mövzulara toxunacağıq. Bunlar hansılardır? Uşaqların yuxusu, qidalanması, vitaminlər. Bu suallarımızın hər birini cavablandırmaq üçün studiyamızın qonağı doktor Səbinə Nuraliyeva. Xoş gəlmisiniz Səbinə xanım. Teşekkür edirəm. Çox sağ olun Aygül xanım. İlk növbədə erkən qidalanma dönəmindən başlamaq istəyirəm sual olaraq. Uşaqları doğru şəkildə necə qidalandırmalıyıq? Ən önəmli mövzulardan birinə toxunursunuz. Çünki qidalanma uşaq həyatının erkən mərhələsində çox önəmli faktorlardan biridir. Nə ilə qidalanmaq? Ana südünün önəmini burada vurğulamaq istəyirəm. Bütün dünya bunun üzərində çalışır. Ana südü uşağın ilk peyvəndi hesab olunur. Ana südünün tərkibində olan immunoqlobulinlər, antitellər uşağı xəstəliklərdən qoruyan, uşağı gələcəyə hazırlayan və ananın xüsusiyyətlərini daşıyan və uşağa gələcək formalaşmasında kömək eləyən bir qidadır. Və bu qidanın tərkibində olan bütün elementlər uşağın sağlığı üçün çox önəmlidir. Ona görə erkən doğulma dönəmində ana südünün erkən vaxtlardan başlayaraq ağız südü deyirik ona biz, kolostrum. Yəni ananın ilk vaxtlarda, ilk günlərdə anadan gələn süd, o süd, ilk ana südü daha önəmlidir. Yəni uşağın doğum evində onu alması çox önəmli hesab olunur. Bəzən bunu gecikdirərək uşağa onun əvəzinə süni qida verilir doğum evlərində. Amma bu tamamilə yanlışdır. Çünki ağız südünün, kolostrumun keyfiyyəti, onun önəmi daha böyükdür. Uşağın bağırsaq mikroflorasının formalaşmasında, uşağın dediyim kimi gələcək sağlıq inkişafında çox önəmli rola malikdir. Amma indiki valideynlər əsasən ana südü verməyə qarşıdırlar. Süni qidalara daha çox üstünlük verirlər. Onların iş qrafikləri olsun, yaşam tərzləri olsun, yəni buna imkan vermir. Buradan valideynlərə nə demək istəyirsiniz buna görə? Əslində çox analar, öz üzərində işləyən, araşdırma edən, oxuyan, savadlı olan analar ana südü verməyə çalışırlar. Çünki onun uşaq üçün nə qədər önəmli olduğunu anlayırlar. Amma bəzən siz dediyiniz kimi iş qrafiki yoğun olan analar, bəzən yanlış olaraq uşağıma ziyan olar, uşağıma qida çatmır deyə düşünən analar süni qidaya başlaya bilirlər. Amma bunun özünün ana üçün xeyri də çox önəmlidir. Müəyyən olunmuşdur ki, ana südünün verilməyi, uşağı əmizdirmək döş kanserinin belə qarşısını alır. Yəni bunun ana üçün də çox əhəmiyyəti vardır. Nəinki uşağın ana üçün də çox əhəmiyyəti olduğundan və ana ilə uşağın arasında emosional bağın qurulmasında çox faydası vardır. Yəni təkcə qidalanma rolunu oynamır. Eyni zamanda ananın sağlığında rol oynayır və eyni zamanda ana ilə uşağın arasında olan bağın formalaşmasında rol oynayır. Ona görə analara məsləhətim odur ki, panik olmasınlar. Əgər südləri erkən vaxtı gəlmirsə, o demək deyil ki, ana südü yoxdur. Bəzən ilk vaxtlarda ana südü yoxdur deyə təşvişə düşürlər və bu da gələcəkdə tez bir zamanda südün kəsilməsinə səbəb olur. Halbuki orada ananı motivasiya eləmək, südün gələcəyi, tez-tez əmizdirsən südün daha yaxşı olacaq. Bu şəkildə anaya dəstək olaraq, ananın stresini azaldaraq onu dəstəkləmək lazımdır. Çünki erkən vaxtlarda olmaya bilər, sonradan gələ bilər. Və ananın iş qrafikində də, əgər ananın iş qrafiki yoğun olursa, ana südünü sağıb qoya bilər. Xüsusi konteynerlər var, onların qalma müddətləri var, nə qədər soyuducuda qala bilər, bunu valideyni həkim izah eləməlidir, nə qədər dərin dondurucuda qala bilər. Bunları izah eləsə, ana özündə əminlik duyğusu yaranır və uşağıma çatıram, uşağıma artıq mənim bir rolum var və uşaqla aramda emosional bağ var, uşağımı qidalandıra bilirəm, uşağımın gələcəyi üçün bir şeylər edirəm deyə ana onda da özünə qarşı olan inamı artır. Və süd verməyin ana üçün də çox böyük əhəmiyyəti bundan ibarətdir. Süd verən analarda, məsələn 6 yaşa qədər süd qəbul edən uşaqlar var. Bu da yanlışdır. Bu da yanlışdır bildiyim qədərilə. Neçə yaşa qədər? Ən doğrusu neçə yaşa qədərdir? Yəni nə qədər müddətdə ana südü ilə bəslənə bilər uşaqlar? Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, 6 ayına qədər qidalanmaq vacibdir. Yəni bunun vacibliyini deyir, çünki doğrudan da 6 aya qədər uşağın çox önəmli formalaşmasında rol oynayır ana südü. Yəni dediyim kimi bayaq tərkibində olan elementlərlə uşağın sağlığının qorunmasında rol oynayır. 6 ayından sonra isə 2 yaşa qədər davam etdirə bilər. Yəni 2 yaşından sonra artıq ana südünün verilməsinin bir mənası yoxdur və uzun müddət verilməsinin nə ziyanı ola bilər? Uşağın çünki ana südünü uşaq təkcə qidalanmaq üçün istəmir. Uşaq onu yuxu üçün istəyə bilər, sakitləşmək üçün istəyə bilər. Bəzən uşaqlarda bu artıq vərdişə çevrilir. Artıq bunu yuxu rutini kimi eləyirlər. Bu da uşağa artıq o yaşlarda ziyandır. Ona görə
artıq 2 yaşından sonra süd verməyi məsləhət görülmür. Anladım. Çox sağ olun cavabınıza görə. Vitaminlər haqqında nə deyə bilərsiniz? Uşaqlara D vitamini məsələn və ya başqa qış dönəmi gəlir, hansı vitaminlər verilməlidir qışda? Aha. İlk növbədə qeyd edeyim kimi erkən doğulma dönəmində, məsələn, erkən yaş uşaqlarda ilk 10 günündən başlayaraq D vitamini verilməlidir. D vitamini 2 yaşa qədər verilir. 2 yaşından sonra isə il boyu profilaktika verilir, yay vaxtları istisna olmaqla. Əgər amma uşaqda D vitamini əksikliyi varsa, yay dönəmində də verilməlidir. Amma uşaq digər vitaminləri yeməkdən alır. Meyvədən, tərəvəzdən, bunlardan aldığına görə onun əlavə vitaminlərə ehtiyacı yoxdur. Amma əgər uşaq zəif qidalanırsa, bu zaman onda vitamin əksikliyi yaranacaqdır və bu vitamin əksikliyini doldurmaq lazımdır. Bəzən uşaqlara boşuna vitaminlər çox verilir. Bu boşuna vitaminlərin verilməyi də onlarda hipervitaminoza səbəb ola bilər. Yəni artıq vitaminin özü belə ziyandır. Ona görə uşaqda hansı vitamin əksikliyi varsa ona uyğun vermək lazımdır. Multivitaminlərin uzun müddət verilməyi məsləhət görülmür, vitamin zəhərlənməsinə səbəb ola bilər. Hansı uşaq ki, tez-tez tənəffüs yolu infeksiyası keçirir, məsələn, yuxarı tənəffüs yolları bronxitdən sonra, qripdən sonra, pnevmoniyadan sonra uşaqlara C vitamini verilməlidir. Niyə görə? Çünki C vitamini oksidləşmə reduksiya reaksiyalarına sərf olunur və bu sərf olunduğuna görə həmin xəstəliklər dövründə C vitaminin bədənində miqdarı azalır və bədəndə miqdarı azaldığına görə uşaqda xəstəliklərə tutulma ehtimalı da artır. Ona görə C vitaminin verilməyində faydası var və immunitetdə rolu var. Təbii ki, bu xəstəlikləri keçirdikdən sonra pnevmoniya xəstəliyində məsələn A vitamininin verilməsinin rolu var, qızılcada A vitamininin verilməsinin rolu var. Yəni əksikliklərə uyğun verilməlidir. Əgər uşaq amma normal qidalanması olan uşaqdırsa, ona hansısa bir vitamini verilməyinin mənası yoxdur. D vitamini xaric. Anladım. Pnevmoniya dediniz, ağlıma peyvəndlər gəldi. Peyvəndlərlə bağlı nə deyə bilərsiniz? Məsələn, peyvəndlərin vurulmamasına dair və vurulmasına dair çox bir məlumat var, yəni ətrafda və valideynlər bilmir hansı məlumata, hansı informasiyaya daha çox inansınlar. Bir mütəxəssis olaraq nə məsləhət görərdiniz? Bəli, peyvəndlərin vurulmağını məsləhət görürəm. Pnevmoniya dediniz. Pnevmoniya erkən yaşlarda uşaq ölümünün əsas səbəblərindən biridir. Tənəffüs çatmamazlığına, respirator distres sindromuna və nəticədə uşaqların reanimasiyaya düşməyi bunlara səbəb olur. Ona görə pnevmoniya əleyhinə peyvəndlər belə onun qarşısını alır və erkən yaşlarda bəzən valideynlər deyir, doktor uşağı 1 yaşından sonra bəkə vuraq peyvəndlərini. Halbuki o peyvəndlər 1 yaşa qədər daha əhəmiyyətlidir. Yəni deyirlər vacib olan peyvəndləri vuraq. Bütün peyvəndlər o qədər vacibdir ki, yəni onlar lazım olmasa, ondan ölüm halları yüksək dərəcə olmasa heç onu hazırlamazlar. Onun üzərində dünya alimləri bu qədər işləməz. Onun üzərində bilirsiniz ki, hansısa bir peyvəndi, hansısa bir dərmanı ərsəyə gətirməkdən ötürü nə qədər elmi işlər gedir, nə qədər elmi araşdırmalar aparır və bu peyvəndlər həmin elmi araşdırmaların, həmin uşaq ölümlərinin qarşısını almaq üçün ərsəyə gəlmişdir və İndi onun hansı vacib olmamağı demək, dünyada bütün uşaqlara nələr vacib olunubsa, nələr uşaq sağlıq protokoluna daxil olubsa, profilaktik peyvənd təqviminə daxil olubsa, onların hamısı vurulmalıdır. Yəni peyvəndlər autizmdə yaratmır. Buradan onu da vurğulamanı istəyəcəm. Təbii ki, autizm yaratmır. Bu tamamilə yanlış bir mövzudur. Autizmin o qədər geniş səbəbləri var ki, autizm bir səbəb yaratmır. Yəni multifaktorial səbəb yaradır. Yəni o qədər geniş səbəbləri var. Genetik faktorlardan tutmuş, hamiləlik dönəmində olan təsir edici faktorlardan tutmuş. Yəni bu dönəmdə hansısa bir peyvəndin erkən yaşda uşaqda autizm yaratmağı tamamilə absurddur və bunu həmişə mənim yanıma gələn qayğısı olan valideynlərə izah edirəm. Təbii ki, valideyn peyvənd vurmaq qorxusu uşağıma ziyan edərəmmi? Yəni buna görə arxain olmaq istəyir ki, mən zərər vermək əvəzinə ziyan vermiş olaram uşağıma. Düzdür, bəzən peyvəndlərin mütləq əks göstərişi olan hallar olur, amma bu çox nadir haldır və onu mütləq şəkildə uşağı vəziyyətinə uyğun olaraq qiymətləndirmək lazımdır. Qızdırmalı, kəskin qızdırmalı dönəmdə, kəskin xəstəliklər dönəmində peyvənd eləmək olmaz təbii ki. Onların vurulmağı nəsə bir fəsadlara yol aça bilər, amma peyvəndin autizm yaratmaq yəni belə bir nəticə yoxdur, tamamilə yanlış bir nəticədir və bunu artıq dünya bunu dəfələrlə sübut etmiş, buna aid çoxlu məqalələr yayımlanmışdır ki, bundan da valideynlərə düşünürəm ki, o haqda olan fikirləri artıq
aradan çıxmışdır, amma yenə də var. Bunu da biz həkimlər təbliğ eləyərək, çünki mən həmişə yanıma gələn pasientlərə deyirəm ki, siz o qızılcanın ağırlaşmasını siz görmürsüz. Onu biz görürük. Məsələn, mən qızılcadan koma olan nə qədər pasient müayinə eləmişəm. Yəni gedib o pasientlərin o hallarını görmüşəm. Düzdür, bu nadir hallardır, amma baş verən hadisədir. Subakutus sklerozan panensefalit deyə bir xəstəlik var ki, bu qızılcanın ağırlaşması nəticəsində olur. Amma heç vaxt onu öncədən bilmək olmaz ki, bu qızılca tamam normal uşaq, tamam sağlam uşaq belə qızılca keçirərkən onu ağır keçirdə bilər. Yəni bu heç bir öncədən proqnoz vermək buna çətindir ki, bu uşaq düz yaxşı keçirəcək. Bu uşaq ağır keçirəcək. O orqanizmin özünün verdiyi reaksiyadır. O uşaq subakutus sklerozan panensefalit keçirə bilər. Qızılcadan 1 il sonra, 2 il sonra, hətta 10 il sonra belə keçirdə bilər. Ona görə uşağınızın gələcək xəstəliklərinə ağırlaşmasını istəmirsinizsə, peyvənd vurmağınızı bütün valideynlərə tövsiyə edirəm. Valideynlər dərman qəbul etmir süd verdiyi dönəmdə. Məsələn, qızdırması var ananın, ana qızdırma salıcı heç bir dərmandan qəbul etmir və yaxud da başı çox kəskin ağrıyır, diş ağrıyır, heç bir ağrı kəsici qəbul etmir ki, süd verirəm. Bəli. Bu doğrudur. Qorxurlar. O da uşaqlarına ziyan verməkdən qorxurlar. Amma mənə həmişə məsləhət alan valideynlərə deyirəm ki, siz tamamilə qızdırmalı dönəmdə əksinə uşağınızı qorumuş olursunuz uşağınıza süd verməkdən. Bir maska taxaraq viral infeksiyanın kəskin dönəmidirsə verə bilərsiniz. Uşağınıza südünüzdən immunitet keçəcəkdir. Və qızdırma salıcı dərmanlarla da istifadə edə bilərsiniz. İbuprofen tərkibli, parastamol tərkibli dərmanlar istifadə edə bilərsiniz. Bunların uşağınıza heç bir ziyanı yoxdur. Amma əgər ağır bakterial infeksiyadırsa, ana xüsusi dərmanlar alırsa və bunu süd verən dönəmində əks göstəriş sayılırsa, o zaman vermirik. Yəni bunu valideynlərə bildiririk ki, sizin qəbul elədiyiniz dərmanları vermək olarmı süd verən dönəmdə, yoxsa yox? Ona görə qızdırmalı dönəmdə süd vermək olar, əgər ana ağır antibiotiklər, xüsusi dərman qrupu almırsa. Amma qızdırma salıcılardan istifadə edərək uşağına süd verə bilər. Doktor, uşaqlar soyuqdan yoxsa virusdan xəstələnirlər? Uşaqlar əsasən virusdan xəstələnirlər. Amma bu viruslarda soyuq zamanı daha aktiv olur. Və soyuq aylarda biz qapını, pəncərəni qapadığımıza görə, otaqlar kifayət qədər havalandırmadığına görə bu viruslar daha tez yayılır. Bilirsiniz ki, virus xəstəlikləri havadamcı infeksiyalardır. Və bu havadamcı infeksiyaları havada olur. Və bunlar əgər bir otaqda düşünün, bir insan, bir xəstə insan askırdı, öskürdü və bu havaya yayılacaq bu viruslar və bu zərrəciklər bütün insanların tənəffüs yoluna daxil olanda xəstələnəcəkdir. Ona görə uşaqlar soyuqdan deyil, virusdan xəstələnirlər. Soyuq havalarda belə uşaqları çölə çıxartmaq lazımdır. Uşaqlar soyuq iqlimli ölkələrdə belə çölə çıxırlar. Yəni yaxşı geyinəndən sonra onun uşağa heç bir ziyanı yoxdur, amma dediyim kimi uşaqlar soyuq mühitdə, qapalı yerlərdə, virus olan, ehtimal olan yerlərdə daha tez xəstələnirlər. Ona görə də soyuq havadan deyil, virusdan xəstələnirlər. Bəs uşaqların doğru geyindirilmə tərzi hansıdır? Məsələn, yeni doğulmuş uşaqdır, yay aylarında dünyaya gəlib, o hökmən qalınmı geyinməlidir, yoxsa nazikmi olmalıdır, onun nəyini? Bəli, geyindirmə çox önəmlidir. O da bayaq dediyim kimi qoruyucu analar uşağı daha çox geyindirirlər. Elə bilirlər ki, uşağı soyuq olacaq. Amma isti yay günlərində təbii ki, uşaq da bədənində onların dərinin baryer funksiyası tam inkişaf etmədiyinə görə tez bir zamanda dəri zədələnə bilir və bəzən belə çox geyinən uşaqlarda biz nə qədər irinli infeksiyalar görürük. Və bu uşaqlar çox tərləyirlər və o tərlədiyinə görə daha çox xəstələnə bilirlər. Ona görə uşaqları evin temperaturuna uyğun geyindirmək lazımdır. Yeni doğulanlar 24-25 dərəcə temperaturda saxlamaq lazımdır. Amma ondan sonra bir aydan sonra isə uşaqlar 20-21 dərəcəli temperaturda saxlamaq olar. Və bu dönəmdə də uşağın bəzən ona soyuq olduğunu valideynlər burnundan, əlindən elə bilirlər ki, onunla uşağın üşüdüyünü bilmək olar. Amma o da elə deyil. Uşaqlarda qan dövranı kifayət qədər təkmil olmadığına görə əlləri də, burnu da soyuq olacaqdır. Amma qarnına baxmaqla onu bilmək olar ki, uşaq üşüyürmü yoxsa yox. Yəni bu faktorlara fikir verməklə, uşaqları qalın geyindirməmək şərti ilə çölə çıxardanda da, yəni bir qat üst geyindirməklə və havaya uyğun geyindirməklə uşaqları soyuqdan qorumaq olar. Amma isti yay günlərində uşaqları tamamilə qalın geyindirmək olmaz. O zaman yəni uşaqların əli soyuq olanda onu bələmək lazım deyil də. Bəli, üst-üstə geyindirmək lazım deyil. Anladım. Bələmək necə? Doğru bir yöntəmdir, yoxsa yox?
Yəni əsasən gənc nəsil və yaşlı nəsil arasında bununla bağlı çox nifaq düşür. Yəni gənc nəsil deyir ki, bələmək istəmirəm. Onlar axı informasiyalar alırlar. Yəni buna görə bələmirlər, amma yaşlı nəsildə mütləq uşağın bələnməli olduğunu deyir. Onların qamətinin düz olması üçün, onların əlinin, ayağının düzgün inkişafı üçün və düz qalması üçün. Bu doğrudur sizcə? Xeyr, doğru deyil. Uşaqların nə ayağının düz olmağında, nə qamətinin düz olmağında bunun heç bir rolu yoxdur. Əksinə, bu çanaq oynağının displaziyasında bələməyin çox rolu olduğu göstərilmişdir. Ona görə uşaqları bələmək məsləhət görülmür. Xüsusən də sıx bələməkdən söhbət gedir. Yüngül bələmək olar. Yəni yüngül bələmək dediyimiz qolları məsələn yatanda uşaqlarda əlavə hərəkətlər çox olduğuna görə özlərini tez bir zamanda oyana bilirlər. Artıq əl hərəkətləri olduğuna görə ona yüngül şəkildə bələmək deyirik. Əllərinin yüngül bələməyi bu ziyan deyil uşağa, amma sərt şəkildə uşağı bələmək, ayaqlarını düppədüz, qollarını düppədüz qoyaraq bələmək bunlar həm uşağın inkişafına mane olur, həm onu sıxır, rahatsız edir. Eyni zamanda bu çanaq oynağının displaziyaları üçün risk yaradır. Doktor, uşağa ana südü kifayət etmirsə, süni qida əlavələri nə zaman vermək olar? Əgər uşağı ana südü çatmırsa, bunu da təbii ki, çalışırıq ki, birinci ananın südünü artırmaq. Ana südünü necə artıra bilərik? Ana istirahət eləməlidir. Anaya dəstək olmaq lazımdır ki, ana yatsın. Bu dönəmdə əgər ana yaxşı qidalanırsa, südü artmağa kömək eləyəcəkdir. Əgər artmırsa, bəzən olur ki, ana südü ilkin olaraq da olmur. Yəni buna bəzən heç bir kömək eləmək də olmur. O zaman süni qida qarışıqları verə bilirik və uşaq kifayət qədər əgər çəki artmırsa, yəni bunu nədən bilərik? Əgər uşaq ayda 500 qram çəki artırırsa, bunu ana südünü bu zaman davam eləyə bilər. Əgər 500 qramdan az artırsa, bu onu göstərir ki, uşaqda artıq ana südü kifayət etmir və biz süni qida qarışıqlarına başlaya bilərik. Allergik uşaqlar necə? Onlar da eyni qidalanmalıdır. Məsələn, dərilərində falan qızartılar görürlər əsasən süni qida verdikdə. Bunlar necə qidalanmalıdır? Bu dəridə olan qızartıların ilk növbədə səbəbini bilmək lazımdır. Bu allergik səbəblidirmi, yoxsa digər dediyim kimi başqa bir səbəblərdən də ola bilər. Məsələn, uşağı düzgün geyindirmədikdə və yaxud dediyiniz kimi allergik problemlərdə də ola bilər. Bəzi hallarda qida allergiyası dəridə atopik dermatitə səbəb ola bilər. Bəli, 30% hallarda buna səbəb olar. Bəzən isə dərinin sırf özünün baryer funksiyasının bayaq dediyim kimi pozulması ilə əlaqədardır. Yəni qidanın heç bir rolu yoxdur burada. Onu dəqiqləşdirmək lazımdır. Nə zaman allergik olan uşaqlara qida dəyişilməlidir? Əgər uşaqda inək südü protein allergiyası varsa. İnək südü protein allergiyası özünü nə ilə göstərə bilir? Uşaq qusma qaytarma ilə gəlirsə və yaxud uşaq qanlı ishal olursa, uşaqda nəticəsində bəzən qan görür uşağın, sedikli ishal olursa, uşağın çəkisi artmırsa və uşaq çox narahatdırsa və bu zaman artıq onun qidası dəyişilməlidir. Çünki ona verdiyimiz inək südü onda bədəndə allergiya səbəb olur. İnək südünün tərkibindəki zülal və o zülaldan hidrolizə olunmuş qidanı biz uşağa veririk. Hissəvi hidrolizəmi seçək, yoxsa tam hidrolizə qidamı seçək, o artıq həkimin seçimidir. Ona görə həkimlə məsləhətləşdikdən sonra uşağın qidasını dəyişmək olar. Pediatra hansı sıxlıqda müraciət etməlidir valideynlər? Uşağı 6 ayına qədər hər ay pediatr qəbuluna aparmaq lazımdır. Həkim burada uşağın peyvənd cədvəlini ona başa salır, aylıq müayinə, kontrol, qidalanma hamısını anaya başa salır və uşağın əgər amma bu ay gözləmədən belə hər hansı bir sıxıntı olsa, yenə də həkimə müraciət edə bilər. Kontrol müayinə üçün ayda bir dəfə müayinəyə getməlidir. 6 ayından sonra isə 3 ayda bir həkim qəbuluna getmək məsləhət görülür. Doktor, körpə yeməkdən imtina edirsə nə etmək lazımdır? Körpə yeməkdən imtina etməsinin birinci səbəbini bilmək lazımdır ki, bu nə ilə əlaqədardır. Bəzən səbəbsiz olaraq, məsələn, ana südü rəddi olur uşaqlarda. O zaman anaya daha rahatlamaq, stresini azaltmaq, bunun keçici müddət olduğunu anaya başa salmaq və ondan sonra bəzi texnikaları anaya öyrətməklə bunun qarşısını almaq olar. Bəzi hallarda isə bunun altda yatan səbəbləri olur. Məsələn, hər hansı bir uşaqda dəmir defisitli anemiya varsa, hər hansı bir infeksion xəstəliyin səbəbidirmi? Uşaqda o qidalanma rəddinin səbəbi araşdırılmalıdır. Yəni əgər uşaq
hansısa bir qidanın dadını xoşlamırsa, digər qidanı seçməklə ona kömək eləyə bilərik. Və yaxud uşaqda dəmir defisitli anemiya səbəbli uşaqda qidalanmada problem varsa, anemiya səbəbli iştah pozğunluğu varsa, dəmirin miqdarını artırmaqla, uşağa dəmir preparatı verməklə onun qarşısını almaq olarıq. Digər hallarda isə altda yatan dediyimiz kimi heç bir səbəb olmadığı hallarda buna anaya sadəcə keçici bir zaman olduğunu başa salmaq və o müddətdə anaya dəstək olmaq lazımdır. Siz hər süd vermə dönəmindən danışanda anaya rahatlamaq lazım olduğunu, anaya motivasiya vermək lazım olduğunu deyirsiniz. Amma mən təəssüf ki, ətrafdan eşitdiklərim, yəni anaların daha çox demotivasiya olmasıdır. Məsələn, mənim rəfiqələrim var. Onlar deyir ki, uşaq ağlayır, böyüklər evdən deyir ki, məsələn, doymadı uşaq, sənin südün yetərli deyil. Bəli. Bunlar demək ki, anaya pis təsir edir. Əlbəttə ki, anaya birinci doğuşdan sonra doğuş stresi olur. Yəni o stressdən sonra özünə zahalıq müddətində olan hormonal dəyişkənliklərdən anada onsuz da ruh halında dəyişkənliklər olur. Əlbəttə ki, ananın yanında olmaq, onu dəstəkləmək, onun həm südünün inkişafına səbəb olacaqdır. Anaya onun yetərli olduğunu, südü olmadıqda belə onun sevgisinin uşağa yetərli olduğunu anaya başa salmaq lazımdır. Yəni bu dövrdə ona daha çox mənəvi dəstək olmaq lazımdır. Ona hər hansı bir uşağı qısa bir müddətdə, məsələn, yuxusuz uşaqlar vardır ki, gecəni gündüzünü səhv salan uşaqlar vardır ki, onun yanında olmaqla, anaya istirahət verməklə belə ananın biz süd əmələ gəlməsini anada dəstəkləyə bilirik. Yəni bu dövrdə ananın daha çox sevgiyə ehtiyacı vardır ki, o da öz sevgisini uşağına versin. Nə qədər çox sevgi göstərəriksə, o uşaq da sevgi içində böyüyəcəkdir. Doktor, körpə tez-tez əmizdirilməlidir ümumiyyətlə gecələr? Ümumiyyətlə uşaq yatma müddətini, yuxu müddətini götürsək, yeni doğma dövründə 24 saatın 20 saatını yatır. Yəni təzə vaxtlarda tez-tez süd üçün durur, yəni yemək üçün durur, qidalanmaq üçün durur. Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, uşaq hər ağladığında süd verə bilərsiniz. Amma bəzən o qədər qısa müddətdə uşaqlar ağlayır ki, yəni bunun təkcə qidalanma ilə əlaqəli olmadığını sübut eləmişlər və gecə qidalanmaları da erkən aylarda gecə qidalanmaları olar. Amma artıq böyük aylarda uşağın gecə qidalanmağına ehtiyac yoxdur. Niyə görə? Çünki gecə qidalanmaları uşağın yuxu pozğunluğuna gətirib çıxardacaqdır. Məsələn, uşaq hər gecə ayılıb ana süd istəyəcəkdir və onu yatmaq üçün istəyəcəkdir. Və eyni zamanda artıq bu vərdiş halını alacaqdır. Və yuxudan durmaq istəyir ki, ana südü yesin və ana südü yediyinə görə də yuxudan durur. Və biz artıq gecələr onu uşaqlar durduqda sakitləşdirmə bacarığını onda formalaşdırmaq lazımdır böyük aylarda. Çünki artıq onların qidalanması erkən aylardakı kimi tez-tez sıxlıqda deyil, artıq 4 saatda bir olursa gecə yedizdirmələrinə artıq gərək yoxdur. Yəni erkən aylarda dediyiniz nə qədər erkəndir? Yəni ilk 3 ayda. İlk 3 ayda, yəni ana südü verməlidirlər gecələr, ondan sonra dayandırmalıdırlar. Bəli. Biraz da körpələrin xəstələnməsindən danışaq. Qızdırma zamanı nə etmək lazımdır? Nə zaman hərarət salıcı vermək olar körpələrə? Bayaq bələməkdən danışdınız. Uşağı erkən vaxtlarda çox bələyəndə qızdırması qalxa bilir. Onu qeyd edeyim. Çünki onlarda termorequlyasiya mərkəzi hələ tam formalaşmadığına görə çox bələyəndə uşağın qızdırması qalxacaqdır və buna görə uşağa xüsusi qızdırma salıcı verməyə ehtiyac yoxdur. Sadəcə uşağın bələyini açmaq və bədəni o zaman soyuyacaqdır. Eləcə də istənilən qızdırma zamanı uşağı paltarlarını birinci çıxartmaq lazımdır ki, istilik verməni artıraq. Və istilik vermə artıq bir müddət keçəndən sonra uşağın temperaturunu yenə ölçürük. Yenə də hərarəti varsa, o zaman müdaxilə eləyə bilərik. Təbii ki, birinci fiziki üsullarla yardım edirik uşağa. Bədənini su ilə silmək. Bu arada spirt və sirkə ilə silmək də məsləhət görülmür. İlıq su ilə silirik. İlıq su ilə sildikdən sonra baxırıq, qızdırması düşürmü? Düşmürsə, ondan sonra qızdırma salıcılara istifadə eləmək olar. Yəni, əgər uşaq qarnı gedirsə, şam şəklində ona preparat istifadə eləmək olmaz. Əgər qusursa, içmə şəklində dərman istifadə eləmək olmaz və əgər uşaq acdırsa,
yəni yeməkdən imtina edirsə, ibuprofen tərkibli preparatlardan istifadə etmək məsləhət görülmür. Qarnı gedirsə, ibuprofen tərkibli qızdırma salcılardan istifadə etmək məsləhət görülmür. Bu halda parastamol tərkibli dərmanlardan istifadə oluna bilər. Doktor, körpənin hərarəti neçə dərəcə olanda narahatlıq doğurmalıdır və həkimə müraciət etmək lazımdır? Uşağın temperaturu ölçülür. İlk növbədə uşaq narahatdırsa əgər 37 qızdırmada narahat olmağa dəyməz. Amma əgər uşaq çox narahatdırsa, yəni yeməkdən imtina eləyirsə, bəzən valideynlər düşünür ki, 38-39-da həkimə müraciət etmək lazımdır. Amma əgər 37 qızdırmada belə uşaq çox narahatdırsa həkimə müraciət etmək lazımdır. Amma qızdırma zamanı nə zaman müdaxilə etmək lazımdır? 38 yarıma qədər bəzən uşaqlar dözür. Yəni çox zaman dözür və 38 yarıma qədər temperatur olduqda bədənin öz interferonları istehsal olunur ki, bunlar da immun mexanizmdir. Yəni özü virus əleyhinə təsir göstərir. Ona görə 37 qızdırmada, 38-ə qədər olan qızdırmalarda həmin müdaxilə etmək olmaz. Bədənin öz kompensator mexanizmi işləməlidir ki, orqanizm reaksiya aparsın. Amma bəzi uşaqlar var ki, onu gözləmək olmur. Məsələn, febril qıcolmaları olan uşaqlar var ki, orada 38-i yarımı gözləmək olmaz. Bəzi uşaqlar vardır ki, çox narahatdırlar. 38 yarıma qədər onlar çox ağlayırlar, çox narahat olurlar, baş ağrıları, qulaq ağrıları. O zaman da 38 yarımı gözləmək. Yəni konkret bir rəqəm uşağın halı və temperatur qiymətləndirilməlidir. Amma əksər uşaqlar 38 yarıma qədər dözür və o zaman ona qədər müdaxilə etməmək, fiziki üsullarla uşağı sakitləşdirmək, bədənini soyutmaq. Əgər 38 yarımı keçirsə və heç bir fiziki üsulla onu salmaq mümkün deyilsə, o zaman müdaxilə etmək və həkimə müraciət etmək lazımdır. Tamam. Həkimə müraciət etmək lazımdır da, çöpçüyə yox. Bəli. Çünki hərarət qalxan zaman əsasən deyirlər ki, məsələn, çöpü qalıb deyə qızdırması var uşağın və qızdırması düşmür. İlla bu çöpçüyə getməlidir. Bəli, çöpçü sözü hardan gəlir ümumiyyətlə? Bu var. Yəni öncədən insanlar arasında belə bir deyim var. Çöp bizim elmi dildə yad cisim deməkdir. Yad cisim qalırmı uşaqların burnunda və yaxud bir udlağında, bəli, qala bilir. Bu qalırsa, bunu çöpçü deyil, qulaq, burun, boğaz həkimi xaric etməlidir. Uşaqların, bəzi uşaqlarda, məsələn, armuda bənzər ciblər deyirik. Bu armuda bənzər ciblərdə gəlib o yad cisimlər qala bilirlər və bunu çıxardıqda o hər dəfə ora dola bilir xüsusi bir yemək qalıqları və bu uşağa narahatçılıq verə bilir, bəli. Bəzən qızdırma belə verə bilir, burun tıxanıqlığı verə bilir. Bu hallar ola bilir. Amma bu zaman çöpçüyə müraciət zamanı düzgün texnika riayət eləmirsə, əksinə daha ağırlaşmış formalara və ya cismin tənəffüs orqanlarının ötürülməyinə səbəb ola bilər. Ona görə belə bir hal varsa, uşaqda əgər burun tıxanıqlığı ya cisim şübhəsi, belə bir şeylər varsa, lor həkiminə müraciət etmək lazımdır. Çox sağ olun bu mövzuya toxunduğunuz üçün. Bu mövzu bizim üçün çox vacibdir. Çünki yad cisim qaldığı zaman əsasən çöpçüyə müraciət eləyirlər. Yəni bunun mən heç doğru olmadığını düşünürdüm, amma valideynlər də məcbur qaldığını görürdüm. Ali təhsilli, yenə də deyirəm, yəni biz əsasən düşünürük ki, bunun təhsili yoxdur, informasiyası yoxdur deyə belədir. Amma neçə ali təhsili olmuş xanımlar var ki, məcbur qalıb götürürlər çöpçüyə. Çünki həqiqətən uşağın burnundan, boğazından nəsə xaric olduğunu onlar belə görür. Bəli. Bu elmi kitablarda da var, tibbi kitablarda da yazılır ki, burada yad cisim şübhəsi varsa əgər, bunu xaric etmək lazımdır. Çünki o uşaqda tənəffüs pozulma və iltihaba səbəb olur. Yəni burun boğaz nahiyəsində olan iltihaba səbəb olur və əgər bu hal varsa, yəni təkcə bizdə deyil ki bu hal və dünyada da bütün uşaqlar çoxdur və bu uşaqların hamısı xaricdə çöpçü varmı? Yəni varmı? Bu ancaq bizdədir. Onlarda bu proseduru həkimlər icra eləyir təbii ki. Anladım. Yəni mən bir video izləmişdim. Instagram üzərindən deyir ki, xaricdəki uşaqların çöpü qalmır, ancaq Azərbaycandakı uşaqların. Eynən bizə xas olan xəstəlikdir demək ki. Mən də bunu xaricə gedəndə həkimlərlə müzakirə eləmişdim. Hətta dedim ki, bizə onun adı çöp gedir. Onlar da dedilər ki, orada çöp deyilən Children's Hospital of Philadelphia. Bunlar bir şeylərdir ki, bunu belə bir yəni təqdimat eləmək olar ki, sizdə bunun adı çox möhtəşəm bir addır. Çox kreativ. Bəli, çox kreativ bir addır.
Doktor, bəs öskürək olan zaman nə etmək lazımdır? Nə zaman müraciət eləmək lazımdır həkimlərə? Yəni ani bir öskürəyi gördüyümüz kimi pediatra mı qaçmalıyıq? Bəli. Öskürək əgər burun tıxanıqlığı nəticəsində baş veribsə, o zaman burnu yumaqla ev şəraitində bunu müdaxilə eləmək olar erkən vaxtlarda. Amma əgər bu öskürəklə yanaşı digər simptomlar da varsa, məsələn, uşaqlarda bəzən görürük ki, təngnəfəslik görə bilirik və yaxud öskürəndə qusmalar görə bilirik, dayanmadan öskürəklər müşahidə eləyə bilirik. Erkən yaşlı uşaqlarda daha təhlükəli sayılır. Yəni böyük yaşlı uşaqlarda öskürəklər yəni orqanizmin belə deyək, iltihab zamanı ya cismi çıxarma funksiyasıdır, bir tənəffüs hərəkətidir. Böyük yaşlı uşaqlarda bu daha rahatdır. Öskürək qripdən sonra uşaq 10 gün, 14 gün öskürə bilər. Bunu biz normal qəbul edirik. Amma bəzən isə erkən vaxtlardan öskürək və qızdırma ilə birlikdə gedən öskürəklər olur ki, bunlar da bəzən pnevmoniyanın bir əlaməti ola bilir və yaxud erkən yaşlı uşaqlarda biz bronkialit görə bilirik ki, bu da bronkialit zamanı da vaxtında müdaxilə etmədikdə bəzən respirator distres sindroma və yaxud gətirib tənəffüs çatmamazlığına belə gətirib çıxarda bilir. Ona görə erkən uşağın vəziyyətinə baxaraq qiymətləndirmək lazımdır. Əgər tək-tək öskürəklər varsa, uşaqda normal yeyirsə, qusmursa, uşaqda heç bir narahatlıq yoxdursa, ev şəraitində buna müdaxilə etmək olar. Təbii ki, həkimliklə məsləhətləşib. Amma yox, uşaqda yanaşı qızdırmalar varsa, uşaq yeməkdən imtina eləyirsə, qusursa, öskürəklə yanaşı təngnəfəslik simptomlar da varsa və uzun çəkirsə əgər qripdən sonra olan öskürək mütləq həkimə müraciət etməlidir. Orada bir burun axıntısı, burun tıxanıqlığı mövzusuna toxundunuz. Onda bir şey demək istəyirəm ki, burun tıxanıqlığı varsa, natrium xlora müraciət etmək lazımdır, yoxsa burun yağına? Yəni yağ qoymaq lazımdır buruna. Çünki bizdə əsasən böyüklər buruna yağ qoymağın tərəfdarıdırlar. Bəli, bu da qədimdən gələn bir yanlışlardan biridir. Burun yağı erkən yaşlı uşaqlara, ümumiyyətlə uşaqlara istifadə etmək olmaz. Bu barədə də elmi araşdırmalar vardır ki, açıb oxuya bilərlər valideynlər. Bir qrup uşaq götürülmüşdür, hansı ki o uşaqlara yağ istifadə olunub. Zeytun yağı da, kərə yağı da, yəni bunların hamısından bəzən qoyulur uşaqlara, bəzən damızdırma yolu ilə deyirlər ki, infeksiyalardan qoruyur. Amma bu uşaqların əksəriyyətində pnevmoniyaya gətirib çıxaran halların olduğu nəticələnmişdir ki, bu uşaqları müayinə etmişlər və onların nəticələrinə baxmışlar ki, bu uşaqlar bir neçə gün öncə, bir həftə öncə, bir ay öncə buruna yağ damlaları istifadə eləyiblər. Yəni gətirib lipoid pnevmoniyaya gətirib çıxarda bilir. Ona görə risk daşıyır yağlardan istifadə etmək. Tamamilə yanlış bir fikirdir, keçmişdən gələn yanlış bir bilgidir və valideynləri bu bilgini təzələməyə və o keçmiş metodlardan istifadə etməməyə çalışıram. Ən təhlükəsizi natrium xlor, dəniz suyu, izotonik məhlul, bunlardan istifadə edərək uşağın tənəffüs yolunu bərpa edə bilərlər. Bir də doktor, bu mövzuya toxunmaq istəyirəm. Uşaqların şirin çay asılılıqları. Ümumiyyətlə yuxudan oyananda şirin çay vermək olar uşaqlara? Nəinki yuxudan oyananda, digər hallarda da uşağa şirin çay vermək məsləhət görülmür. Niyə görə? Həm çay, həm şirin. Çayı da çox istifadə eləmək ziyandır. Ümumiyyətlə erkən yaşlı uşaqlarda da, böyük yaşlı uşaqlarda da çay tərkibində olan tanin maddəsinə görə dəmirin miqdarını azaldır qanda. Və ona görə çay qəbulu, eləcə də böyüklərdə çoxlu çay qəbulu qan azlığına gətirib çıxarda bilir. Bir də şəkər istifadəsi, şirin çay. Hər ikisinin istifadəsi uşaqda erkən yaşlı diş çürüklərinə gətirib çıxarda bilir. Yeməklərdən düzgün qidalanmama, məsələn, şirin çayla uşaq müəyyən qədər kalori aldığına görə yeməkdən imtina eləyə bilir və onu daha qısa müddətli bədəndə serotonin artmağına səbəb olur və ondan sonra yenə şirin bir şey istəməyinə səbəb olur. Ona görə şirin çay vərdişini də uşaqlarda yaratmamaq, xüsusən də gecələr durduğu hallarda şirin çay verməmək lazımdır. Uşaqlarda qan azlığının qarşısını almaq üçün şirin çay verməməyi valideynlərə tövsiyə etdik. Başqa nə tövsiyələr verə bilərik valideynlərə ki, qan azlığının qarşısını alsınlar? Qan azlığının qarşısını almaqdan ötürü qidalanmaya çox önəm vermək lazımdır. Yəni 6 ayından bilirik ki, uşaqlara əlavə qidalanmaya başlayırıq. Əlavə qidalanma ət olmalıdır uşağın qidasında. Əti erkən daxil eləyəriksə uşaqların menyusuna, bu dəmir profilaktikasının
səbəb olacaqdır, kömək edəcəkdir və bu uşaqlarda anemiya riski az olacaqdır. Və eyni zamanda 4-cü ayından uşaqlara dəmir profilaktikası verilməlidir. Əgər uşaq vaxtında doğulubsa, əgər vaxtından erkən doğulubsa, ilk aydan başlayaraq dəmir profilaktikası aparılmalıdır. Yəni dəmir damcıları, tərkibində dəmir olan dərmanlar uşaqlara damcı şəklində verilməlidir, çəkisinə uyğun şəkildə və əgər bunlar olunarsa, o uşaq qan azlığından əziyyət çəkməz. Çünki qan azlığı olarsa bir uşaq erkən yaşlardan başlayaraq onların həm koqnitiv funksiyalarına təsir eləyir, həm tez-tez xəstələnməsinə təsir eləyir, qan azlığı, həm iştahsızlığına. Bunların hamısına təsir eləyir. Eyni zamanda emosional da labil olurlar. Bu uşaqların qan azlığının profilaktikasına önəm vermək lazımdır. Ona görə dəmir preparatlarının vaxtında təyini və qidalanmaya fikir verməklə. Çox sağ olun Səbinə xanım, bizim suallarımızı cavablandırdığınız üçün. Mən sizə çox minnətdaram. Əminəm ki, analar da sizə minnətdar olacaqlar. Çox maarifləndirdiniz anaları da. Mən təşəkkür edirəm. Çox sağ olun. Siz də dəvətiniz üçün çox şadam.